Bismillahirrahmanirrahim. Esselamu Aleyküm ve Rahmetullah. Həqiqətən Yüce Allah bütün məxluqatın xaliqidir, yaradıcısıdır, onları idarə edəndir. Və Allah Azze ve Celle yarattıklarından bəzilərini digərlərindən üstün edib, seçib və buna zamanlar da daxildir. Məsələn, aylar içərisində Allah Azze ve Celle Ramazanı digər aylardan üstün edib, ona digər aylarda olmayan fəzilətlər verib. Və həmçinin günlər içərisində Allah Azze ve Celle Cümə gününə digər günlərdə olmayan fəzilətlər verib. Onu digər günlər içərisində üstün edib və bəzi xüsusi əməllərlə cümə gününü digər günlərdən fərqləndirib. Necə ki, Ramazanı digər aylardan fərqləndirdiyi kimi. Məsələn, Ramazan oruc ayıdır. Ramazan ayında oruç tutmağı Allah Azze ve Celle fərz edib, vacib edib və eləcə də cümə günü cümə namazını kişilər üçün Allah Azze ve Celle vacib edib. Hansı ki, müsəlmanlar həmən günü toplanırlar, Allah'a zikr edirlər, namaz qılırlar cəm halda. Və cümə günü haqqında Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur ki, Xayru yevmin tuliyat aleyhi şəms yevmul cümə. Günəşin doğduğu ən xeyirli gün, ən üstün gün cümə günüdür. Fihi xuliqa Adəm. Həmən günü Adəm yaradılıb. Yəni Adəm həmən günü, cümə günü yaradılıb. Və fihi udxiləl cənnə. Və həmən günü cənnətə daxil edilib. Və fihi uxricə minhə. Və həmən günü oradan çıxarılıb. Və la təqumus saatu illə fi yevmil cümə. Və qiyamət də məhz cümə günü qopacaqdır. Bunlar yəni cümə gününün digər günlərdən fərqləndirən bəzi fəzilətlərdir və cümə günü baş verəcək və vermiş olan bəzi üstün hadisələrdir. Və həmçinin namazlar içərisində cümə günü qılınan, cemaatla qılınan sübh namazı digər vaxtlarda qılınan bütün namazlardan üstündür. Bu haqda da Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih hədis var ki, cemaatla qılınan sübh namazı cümə günü digər vaxtlarda qılınan namazlardan üstündür. Və həmçinin cümə günü cümə namazı var. Hansı ki, həddi buluğa çatmış ümmətin kişilərinə vacibdir. Və bu bir növ müsəlmanlar üçün bir bayramdır. Və cümə gününün müəyyən bir əməlləri var. Hansı ki, Allah Azze ve Celle bu əməllərin bəzilərini müstəhəb, yəni gözəl əməl kimi, sünnə kimi, bəzilərini isə fərz edib. Məsələn, onlardan biri cümə günü yummaq. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, həddi buluğa çatmış hər bir kəsə cümə günü yummaq vacibdir. Və həmçinin məscidə getmək, cümə namazını cemaatla qılmaq üçün məscidə getmək və məscidə gedərkən ən gözəl paltarları geymək, ətirlənmək və təmizlənmək, misvakdan istifadə etmək. Bunlar hamısı cümə namazına gedərkən olan sünnətlərdəndir. Və həmçinin cümə günü Kəhf surəsini oxumaq. Bu da gözəl əməllərdəndir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmə çoxlu salavat gətirmək. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mənə cümə günü salavat gətirin, daha çox gətirin. Sizin gətirdiyiniz həmən o salavatlar mənə çatdırılır. Və həmçinin ən əzəmətlilərindən biri, cümə gününə xas olan ən əzəmətli məsələlərdən biri, cümə günündə icabət saatının olması. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur ki, cümə günü elə bir saat vardır ki, qul həmən saatda Allahdan bir şey istəyərsə, Allah ona istədiyini verər və onu əsr namazından sonra axtarır. Yəni, əsr namazından gün batana qədər, məğrib namazına kimi olan o vaxt içərisindədir həmən o saat, həmən o vaxt dualara icabət saatı. Yəni, baxın, Allahın fəzilətindəndir ki, Allah Azze ve Celle bizləri həm aylar içərisində olan ən fəzilətli aya, Ramazan ayını yetişdirib və həmçinin Ramazan ayının içərisində, günlər içərisində ən fəzilətli olan cümə gününə yetişdirib. Uca Allaha həmd və sənalar olsun. Ona görə həmən bu günün dəyərini gələk biz bilək. Həmən bu fürsəti əldən qaçırmayaq. Çoxlu zikirlər edək, çoxlu Quran oxuyaq. Allah Azze ve Celle'yə çoxlu dualar edək və bu günün bərəkətindən faydalanmağa çalışaq. Uca Allah bizləri eşidib faydalanmalardan etsin. Və subhanəkəllahu bihamdik. Əşhədü ən la ilahə illə ənt, əstəğfiruke və etûbü ileyk.